Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in ve salatu ve selamu ala Resulillahil amin ve ala alihi ve ashabihi ve tabi'ina ve etba'ihim bi ihsanin ila yevmiddin amma ba'd. Elhamdülillah kardeşler, yine Allah'ın müvəffəqiyyəti ilə onu zikr etmək üçün, bildiklərimizi xatırlayıb, bilmədiklərimizi öyrənmək üçün müvəffəq olduq. Allah'tan istəyirik ki, bizi buna müvəffəq etdiyi kimi ona əməl etməyi də müvəffəq etsin. Və sonra biz ibadətlərin hansı daha əfsəldir mövzusunda fərqli görüşlərə nəzər saldıq. İbn Qeym Rahiməhullahın izahı ilə və müəyyən qeydlərimizlə və vaxt çatmadığına görə dedik ki, tərcih edilən görüş, dördüncü görüşü növbəti dərsdə açıqlayacağıq. Dördüncü görüşdə İbn Qeym Rahimehullah deyir ki, ən əfsəl ibadət hər bir vaxtda həmin vaxtın tələb etdiyi vəzifəyə uyğun olaraq Rəbbin razılığını qazanmağa çalışmaqdır. Bunun izahı nədir? Bu ümumi bir qaydadır. Ümumi qaydadır. Bu qaydadan çıxır ki, hər bir vaxtın tələb etdiyi vəzifə var. Yəni, həmin vəzifəyə uyğun olaraq Allahın razılığını qazanmaq. Yəni, həmin vəzifəni yerinə yetirərək Allahın razılığını qazanmağa çalışmaqdır. Yəni, biraz da açıqlayaq. Hər bir vaxtın özünün tələb etdiyi vəzifə var və Allah həmin vəzifəni yerinə yetirməkdən razı qalır. Ola bilsin ki, burada başqa bir ibadətlə üz-üzə qalasan, burada seçim etməkdən gedir söhbət. Hansını seçməliyik? İbadətlər arasında qalanda, seçmək məcburiyyətində qalanda hansı ibadəti önə çəkməliyik? Hansı ibadəti önə çəkməliyik? Yəni, burada qayda odur ki, hansı ibadətdən Allah razı qalırsa, hansı vaxtda onu önə çəkməliyik. Bu da onu bildirir ki, yəni ibadətin əfsəlliyi, bir-birinin üstünlüyü vaxtdan asılıdır. Vaxtından və yerindən asılıdır. İbadətlərin bir-birinin üstünlüyü vaxtına və yerinə görədir. Müəyyən yerdə Allah bu ibadətdən razı qalır, müəyyən vaxt bu ibadətdən razı qalır. O demək deyil ki, sən o biri ibadəti etsən, digər ibadət etsən, Allah razı qalmır. Burada bizim axtardığımız Allahın tam razılığıdır. Tam kamil razılığıdır. İndi misallarla daha çox aydın olacaq və biraz da izaha artıracağıq. Sonra İbn Qeym Rahimehullah bu qaydanı ümumən dedikdən sonra başlayır bu qaydanın arxasıca misallar çəkməyə. Buyurur ki, belə ki, cihad vaxtında ən əfsəl ibadət cihaddır. Əgər cihad vaxtı gəlibsə, ölkə rəhbəri əmr edibsə, sənin üçün orada ən vacib olan, sənin üçün ən əfsəl ibadət cihaddır. Hətta deyir, bu gecə namazları və gündüz orucları kimi vərdişləri tərk etməyi, hətta əmin-amallıq şəraitindəki kimi tam formada fərz namazlarını qılmaqdan yayındırsa belə. Qonağın gəldiyi zaman deyir, qonağın haqqını yerinə yetirmək, onunla məşğul olmaq, gündəlik müstəhəb ibadətlərini yerinə yetirməkdən daha əfsəldir. Eyni şey, ailə və uşaq hüquqlarını yerinə yetirmək barədə də keçərlidir. Məsələn, biraz açıqlayaq, bizim bir qonağımız gəlib, bu qonağın da gəlməsi elə bir vaxta düşüb ki, sənin, məsələn, tutaq ki, gündəlik bu qədər Quran oxuyurdun duha vaxtında, bu qədər duha namazı qılırdın. Sənin də qonağın bu vaxta gəlib. Sənin üçün hansı da əfsəl? Qonağı burada qoyub deməyin ki, gözləyin, mən öz ibadətlərimi yerinə yetirim, sonra gələcəm. Yoxsa sənin üçün ən əfsəli qonaqlarınla məşğul olmaqdır. Qonaqların haqqı yerinə yetirməkdir. Yəni, məsələn, qonağın halına baxırsan. Qonaq gəldi, gözəl şəkildə qarşılayırsan, ikram edirsən,
yemək, içmək və sonra dincəlmək. Bu kimi haqların yerinə yetirdiyin, artıq azadsan. O zaman yenə əgər vaxt qalıbsa, vaxtı çıxmayıbsa həmin ibadəti yenə elə. Eləməsən də, yəni sən ən Allahın razı qaldığına tabi oldun. Burada Allahın tam razılığı hardadır? Sənin qonaqla məşğul olmağında. Eyni şey deyə ailə və uşaqlara da aiddir. Ailə və uşaqların hüquqlarına, haqlarına da aiddir. Yəni, məsələn, müəyyən vaxtlar var ki, orada bizdən ailənin haqlarını yerinə yetirmək tələb olunur. Həmin vaxt onu tələb edir. Məsələn, bu da insandan şəxsən, ailədən ailəyə dəyişə bilər. Hər kəs baxmalıdır ki, nəyə ehtiyacı varsa ailəsinin, onun qarşılamağa. Yəni, bu ehtiyacı qarşılamaq əgər sənin gündəlik ibadətlərinlə üst-üstə düşərsə, sən hansını seçsən? Ailənin hüquqlarını seçsən. Çünki burada sənə ən əfsəli ailənin haqlarını yerinə yetirməkdir. Ona görə dedi ki, gündəlik, müstəhəb ibadətlərini də, vərdişlərini də tərk edirsən. Əgər üz-üzə qalarsansa. Üz-üzə qalmazsansa, təbii ki, cəm etmək daha yaxşıdır. Həm öz ibadətlərini yerinə yetir gündəlik, həm də ailənin haqlarını, qonaq gəldiyi zamanda qonağın haqlarını yerinə yetir. Sonra davam edir. Yenə misallar çoxdur əslində. Yəni İbn Qeym Rəhiməhullah bir çoxunu misal gətirir, amma bununla bitmir misal. Deyir ki, elm tələb edən bir tələbə və dini savadı olmayan bir insan qarşısında olduğun zaman onları öyrətmək və öyrənmələrinə yardım etmək o anda ediləcək ən üstün ibadətdir. Elə bir halına rastlaşarsan ki, orada elm tələb eləyən səndən istiqamət istəyər, onu istiqamətləndirərsən. Savadsız bir insan səndən dinini öyrənmək istəyər, yəni öyrədərsən. Sən bilməlisən ki, burada sənin üçün ən əfsil ibadət onunla məşğul olmaqdır. Yəni, digər müstəhəb ibadətlərinə görə narahat olma. Onları tərk eləsən belə, vaxtı keçsə belə, yəni sən bilirsən ki, Allahın razılığı buradadır. Allahın tam, kamil razılığı buradadır. Həmçinin səhər vaxtı gələrsə, səhər vaxtında bir çox ibadətlər eləyə bilərsən. Lakin səhər vaxtı qısadır, sübhdən biraz qabaq. Hansını önə çəkirsən? Dua etmək, Quran oxumaq, namaz qılmaq və zikirlə məşğul olmaq. Əgər bunu cəm eləyə bilirsənsə, gecə namazında cəm elə. Gecə namazında Quran oxumaq qiraətə artır. Sonra səcdədə dua, yalvarmaq, həmçində zikirlər eləmək, Allahı tərifləmək. Yəni, bunu namazda da sən cəm eləyə bilərsən, dua, istiğfar. İstiğfar xüsusən gəlib Quranda. Sonra misal olaraq, azan verilən zaman ən əfsəl ibadət sənin azanı təkrarlamağındır. Hətta əlində Quran oxusan belə. Quran oxusan belə, Quran oxumaq ən əfsəl ibadətlərdəndir. Lakin azan vaxtı ən əfsəl ibadət hansıdır? Azanı təkrarlamaqdır. Sonra 5 vaxt fərz namazlarında, yəni sənin üzərində ən burada əfsəl ibadət namazları ən kamil şəkildə yerinə yetirmək, yəni xuşu ilə vaxtında qılmağa tələsmək və məscidə getmək. Hətta məscid uzaq olsa belə. Sənin üçün ən əfsəl ibadət budur. Sonra davam edir. Ehtiyat içində olanlara kömək lazım olduğu zaman öz virdlərini, yəni öz gündəlik ibadətlərini və tənha ibadətlərini, yəni Allahla ünsiyyətə qapıldığı ibadətləri, anları tərk eləmək, onlara kömək etmək, ehtiyaclarını ödəmək daha əfsəldir. Yəni, tutaq ki, bizim yenə dediyim kimi, duha vaxtı və yaxud da ki, axşam vaxtı, məğribi işarəsi vaxtı, özümüzə bir vaxt seçmişik, orada müəyyən ibadətlər seçmişik, zikirlər, Quran oxumaq və s. Gəldi, bir qardaşımız xəstələndi, bir qardaşımızın nəyəsə dərmana ehtiyacı oldu, nəsə bir problemi, sıxıntısı çıxdı. Bizim indi qalıb
öz ibadətlərimizi eləmək əfsəldir, yoxsa o qardaşın sıxıntısını aradan qaldırmaq daha əfsəldir. Hətta sən məscidə gəldiyin zaman bir müsəlmanın başına bir hadisə gələrsə, sənin o müsəlmanı o hadisədən xilas etməyin daha əfsəldir. Sonra Quran oxumağa ayrılan zaman bütün qəlbi ilə diqqətini Quranı cəmləyib. Sanki Allah sənə xitab edirmiş kimi onu düşünmək, əmrlərini həyata keçirməyə əzm etmək və rəhbərin məktubunu oxuyarkən göstərilən diqqətdən daha artıq diqqət göstərərək oxumaq ən əfsəl ibadətdir. Əgər özün üçün müəyyən vaxt ayırsan, ən gözəl vaxtlarından birini ayırsan, yarım saat, 15 dəqiqə, 1 saat, nə qədər bacarırsan, əgər o vaxtı Qurana ayırmısansa, daha başqa şeylə məşğul olma. Sənin üçün ən əfsəl ibadət budur artıq. Qəlbini cəm eləmək Qurana, sanki Allah sənə xitab edir. Ey insanlar, Rəbbinizə ibadət eləyin dedikdə, sən də o insanların arasında özünü hiss eləyəsən. Ey iman gətirənlər dedikdə, sən də onların arasında özünü hiss eləyəsən. Fikirləşməyəsən ki, bu iman gətirənlər çoxdur, Allah onlara deyir. Xeyr. Sən başda birinci özünü neynə? Bil. Yəni, Allahın xitabı müxtəlif cürdür. Quranda insan açıb Quran oxuyanda bilməlidir ki, Allah hər bir kəsin özünə xitab edirmiş kimi bilməlidir. Hər bir kəs öz payını götürməlidir. Sonra deyir, Ərafada dayandığın zaman dua, yalvarmaq və zikirlə məşğul olmaq, yəni bu ibadətləri zəiflədən orucdan daha əfsəl olur. Ne üçün? Çünki Ərafada ən əfsəli nədir? Dua ilə, istiğfarla məşğul olmaq, zikirlə məşğul olmaq. Ona görə orucu nə edirsən? Tərk edirsən. Ona görə baxın, fikir verin, biz deyə bilmirik ki, mütləq olaraq bu ibadət daha əfsəldir bundan. Çünki vaxta insanın halına görə dəyişir. Vaxta, yerə, insanın, şəxsin halına görə dəyişir. Görün, İbn Qeym Rahmanullah nə gözəl, yəni dəqiq vurğulayır. Ən üstün görüş budur həqiqətən, ən əfsəl ibadət dedikdə, belə yanaşmaq məsələyə. Ona görə əbəs yerə İbn Qeym Rahmanullah təhqiqatçı alim demirlər. Təhqiqatçı alimlərdən. Sonra da Zilhiccə ayının 10 günü girdikdə ibadətləri çoxaltmaq. Xüsusilə təkbir, Allahu Ekber, təhlil, la ilahe illallah, təmhid, elhamdülillah. Sonra Subhanallah demək ən əfsəldir. Zikirlər arasında bu 4-ün xüsusi seçsən. Daha çox onları deyirsən. Çünki ən əfsəl budur. Bu deyir, fərdi vacib olmayan cihatdan belə əfsəldir. Ramazanın son 10 günü isə məsciddə qalmaq, tənha olmaq, Allahla ünsiyyətə qapılmaq, etikaf etmək, yəni insanlara qarışmaq, insanlarla məşğul olmaqdan daha əfsəldir. İnsanlara qarışmaqdan, onlarla məşğul olmaqdan daha əfsəldir. Ramazanın son 10 günü. Başqa hallarda müsəlmanlar, möminlərə qarışmaq yaxşıdır. Amma son 10 gündə ən əfsəl ibadət nədir? Məscidə etikafa çəkilmək. Əgər bacarırsansa, başqa mane yoxdursa, təbii ki. Sonra deyir, müsəlman qardaşının xəstələnməsi və vəfat etməsi zamanı onu ziyarət etmək, cənazəsində iştirak etmək və onu dəfn etmək şəxsi vird və Allahla ünsiyyətə ayrılmaqdan daha üstündür. Sonra insanlardan əziyyət gələn və çətinlik vaxtlarında onların arasında qalmaq, onlara qarşı qaynayıb qarışmaq və onların əziyyətini səbr etmək, onlardan qaçmaqdan, uzaq olmaqdan daha əfsəldir. Yəni, burada artıq sənin üçün ən əfsəl ibadət nədir? İnsanlara qaynayıb qarışmaq, müsəlmanlarla bərabər olmaq, o çətinlik, sıxıntı anlarında imanı hansı ki, əldə saxlamaq, əldə köz saxlamaq kimidir. Sonra bunun dəlil var, hədis var. Deyir ki, çünki insanlara qaynayıb qarışan, onların əziyyətini səbr edən mömin, onlara qaynayıb qarışmayan və əziyyət görməyən mömindən daha fəzilətlidir. Sonra İbn Qeym Rahmanullah
burada qayda açıqlayır insanlara qaynayıb qarışmaqda. Deyir ki, diqqətli olun, xeyirdə qaynayıb qarışmaq, şərdə qaynayıb qarışmaqdan daha əfsəldir. İnsanlarla xeyirdə qaynayıb qarışmaq, şərdə qaynayıb qarışmaqdan daha əfsəldir. Yəni, bizi yönəldir ki, xeyirdə, biz xeyir işlərdə onlara qaynayıb qarışmalıyıq, bərabər olmalıyıq, şərdə deyir. Deyir, şərdə onları tərk etmək isə şərdə onlara qarışmaqdan daha xeyirlidir. Yəni, əgər şər məclisləri olarsa, insanlar şər üzərində birləşiblərsə, onların məclislərində şər çoxdursa, o zaman tərk etmək onları daha xeyirlidir. Yəni, bu da o demək deyil ki, insan tamamilə tərk etsin. Bu adətən baxır hala. Əgər onlar sünnədən çıxaran bir əməl eləmirlərsə, davamlı eləmirlərsə onu, o zaman həmin vaxtda onları tərk edir. Amma digər yenə xeyirlərdə onlarla bərabər olursan. Bəzən görürsən, xəta harda olur, yəni görür ki, bir qardaş bir xəta edir və yaxud da cəmaat içində bir xəta oldu, qeybət oldu, neyini. Tamamilə onları tərk edir. Yaxşı, həmin məclisdə tərk edir. Başqa qeybət olmayan məclisdə, şər olmayan məclisdə yenə oturdurdu onları. Bir bəyəm xətaya görə insan müsəlman cəmaatı tərk eləmək olarmı? Yəni, adətən olmaz. O baxır, necə xəta olmalıdır. Sonra deyir ki, əgər qarışmaqla şəri azalda və ya aradan qaldıra bilərsə, bu təhlikdən daha üstündür. Əgər şər məclisləri varsa və sənin gedib orada iştirak etməyin, o şəri qaldıra bilirsə və yaxud da qaldıra bilməsə də, heç olmasa azaldırsa, sənin onlara qaynayıb qarışmağın, tək qalmağından, təkcə ibadətə çəkilməyindən daha əfsəldir. Sonra İbn Qeym Rahmanullah misalları bununla bitirir. Dediyim kimi, yəni misal yenə nə qədər istəsəz, yəni artırmaq olar, bununla müqayisə etmək olar. Məsələn, tutaq ki, yəni denən ki, cihad zamanı əgər sənin xəstə valideynin varsa, yəni onun yanında qalıb, ona baxmağın daha əfsəldir. Bu da hədisdə gəlib də. Və yaxud da ki, insanın məsələn ailəsi ola bilər, zövcəsi ola bilər. Əgər elə xüsusi hal varsa, yanında olmaya ehtiyac varsa, sənin onun yanında olmanın cihaddan, həcdən, ümrədən, digər əməllərdən daha əfsəldir. Yəni, buna da dəlil olaraq Osman radiyallahu anhu Bədir döyüşündən yəni yayınır. Peyğəmbər s.ə.v ona tövsiyə edir ki, getsin, Peyğəmbər s.ə.v yəni qızının yanında olsun. Peyğəmbər s.ə.v qızının yəni birisi ki, əridir. Və o boyda cihaddan Peyğəmbər s.ə.v ona tövsiyə elədi ki, getsin, onun yanında olsun. Deməli, o halda və onda da ölüm əyğində idi. Onda da deməli, buradan çıxır ki, ən əfsəl ibadət zövcənin yanında olmaqdır. Xəstəlik, məsələn, xüsusi hallar zamanı. Və burada insan baxmır ki, məsələn, cəmaat nə deyər mənə, falan kəs nə deyər, nətər baxarlar, nə inəyirlər. Çünki onun üçün başda nə gəldi? Əsas Allahın razılığıdır. Allahın razılığı haradadırsa, oradadır. Ona görə Osman radiyallahu anhuya bilirdi ki, üstdən aşağı baxacaqlar və baxdılar da, bəzi qəlbində xəstəlik olanlar şübhələr də saldılar, göyə qorxub, ona görə getmədi Bədir döyüşünə, başqa şeylər də vecini almadı. Ondan sonra Allah onu necə izzətləndirdi. Peyğəmbər s.ə.v digər qızını da verdi ona, Zunnureyn o ləqəbini aldı, 2 nur sahibi. Sonra bir döyüşdə milyonlarla pul köməklik elədi. Deməli, silah-sursatın qoşunun hazırlamasına və orada Peyğəmbər s.ə.v dedi ki, Osmanın bundan sonra etdiyi heç və ona zərər verməyəcək. Bununla gəldi, keçdi, o Bədir döyüşündə iştirak edənlər də gəldi, keçdi. Və 4 xəlifədən 3-cü xəlifə oldu, şəhid olaraq öldü, həya sifəti ilə tanınırdı, seçilmişdi, ən üstün idi. Fikir verin, yəni insan baxmamalıdır. Sən Allahın razılığına bu gün tabi ol, axtar, eybi yoxdur, qoy sənə aşağı baxsınlar. Amma bir müddət sonra Allah subhanətəala səni izzətləndirəcək. Ona görə İbn Qeym davamında deyir ki, son olaraq, beləliklə hər bir vaxt
və vəziyyətdə Allahın razılığını üstün tutmaq, həmin vaxtın tələb etdiyi vəzifə ilə məşğul olmaq daha əfsəldir qayda olaraq. Sonra davam edir, deyir, bu sinifdən olan abidlər mütləq qulluq sahibləridir. Ondan əvvəlki sinifdən olan abidlər isə məhdud qulluq sahibləridir. Yəni, bir ibadət növü ilə məhdudlaşıb qalırlar, ondan çıxsalar özlərini sanki ibadətdən məhrum kimi hiss edirlər. Yəni, müəyyən ibadətə bağlanırlar, o ibadətdən çıxmaq istəmirlər. Hər səbəb nə olur olsun. Tutaq ki, 5 vaxt namazı məsciddə qılmaq olsun, ona bağlanırlar, oradan çıxmaq istəmirlər. Bəziləri elm tələbinə bağlanır, oradan çıxmaq istəmir. Bəziləri oruclara bağlanır, oradan qonağı gəlsə də orucunu açmaq istəmir. Hətta yeri gələndə qonağı deyir, gəlmə, neynəmə. Yəni, bunlar deyir ki, bunlar məhdud ibadət sahibidir. Yəni, ancaq onun 4-cü sinifi isə onlar üçün fərqi yoxdur, onlar bağlanmır bir ibadətə. Onlar deyir, biz üçün nədir əsas? Allahın razılığı. Bu gün Allahın razılığı 5 vaxt namazı məsciddə qılmaqdadırsa, mən oradayam. Bu gün Allahın razılığı elm tələb etməkdədirsə, mən oradayam. Bu gün Allahın razılığı cihaddadirsa, mən oradayam. Bunların hamısı təbii ki, elmlə olmalıdır, elmlə. Ona görə deyir ki, halbuki mütləq ibadət sahibinin müəyyən ibadətlə müəyyən məqsədi yoxdur ki, onu başqasından üstün seçsin. Əksinə, onun məqsədi harada olursa olsun, ancaq Allahın razılığını axtarmaq və ona nail olmaqdır. Yəni, nə ki, tam Allahın razılığını qazandırırsa, onu seçir və ona yönəlir. İbadətini nəfsinin rahatlığına və zövqünə yox, Rəbbinin istəyinə uyğun qurur. Bəzən insan nəfsi müəyyən ibadətə bağlanır, başlayır ondan zövq almağa və sonra başqa ibadət çıxır, oranı tərk eləmək istəmir. Bu da imtihanın bir növüdür ki, görək sən nəfsini üstün seçəcəksən, yoxsa Allahın istəyin, razılığının üstün seçəcəksən. Həmin ibadətdən sənin çıxmağın artıq ixlasına işarədir. Bəzən insan deyir ki, yox, mən daima 5 vaxt namazı ön cərgədə dururdum. İndi mən getməsəm, mənə necə baxacaqlar? Sən bax, Allah sənə necə baxacaq? Sənin hal-hazırda qarşına başqa vəzifə çıxıb. Allahın razılığı buradadır. Sən isə fikirləşsən ki, məni necə baxacaqlar? Aydındır. Yəni, bu da insanın ixlasını qoruyur, saxlayır. İbadətlərin müxtəlif olması. Allahın razılığı müxtəlif ibadətlərdə, şəxsdən şəxsə, vaxtdan vaxta, haldan hala dəyişməsi. Və insan gərək onları nəzarət altında saxlasın və dəyişsin. Deyir, həmişə qulluq məqamları arasında ibadətdən ibadətə keçir həmin şəxs. Nə zaman hansı məqamı üstün görərsə, ora yönələr. Onu tam icra etdikdən sonra isə başqa bir məqama keçər. Başqa bir məqam, hansı məqam üstündə ona keçər. Sonra bax, misal çəkir bu məqamın başqa tərəfdən. Deyir ki, əgər sən alimlərə baxsan, onu alimlərin arasında görərsən. Abidlərə baxsan, abidlərin arasında. Mücahidlərə baxsan, mücahidlərin arasında. Zikr edənlərə baxsan, zikr edənlərin arasında. Sədəqə verənlərin, mühsinlərə baxsan, onların arasında. Allaha ünsiyyətə ayrılanların, çəkinənlərə baxsan, yenə onların arasında görərsən. Belə olan kəs adətlərə tabi olmayan, heç bir ibadət növü ilə məhdudlaşmayan, ibadətini nəfsin istəyinə görə yox, Rəbbinin istəyinə uyğun edən quldur. Allahın istəyi hardadır? Görəsən, Allah məndən bu halda hansını etməyimi istəyər. Başlayıb onu fikirləşir, düşünür, ona addım atır. Başqa şeylərə fikir vermir. Baxmayaraq ki, mən daimi bu ibadət edirdim. Fərqi yoxdur. Nə zaman hansı məqam çıxdı, hansı vəzifə çıxdı, Allahın razılığı oradadırsa, gedir onun arxasıca. Heç nəyə baxmır. Bu da deyir, həqiqətən də İyyəkə nə'budu və İyyəkə nəstəin, yalnız sənə ibadət edir, yalnız səndən kömək diləyirik ayəsinin tam mənada tabi olan, bu ayə tam mənada tabi olan və onu gerçəkdən yaşayan şəxsdir. Yəni, bu qədər Allah daha yaxşı bilir. Allah Subhanahu taala bizi müvəffəq eləsin, daima ibadətlərin ən yaxşısını seçib ona əməl etməyə. Və sallallahu alə nəbiyinə Muhammed və alə alihi və sahbihi və səlləm.